Arkadi Averchenko, Şeytan Hilələri. Zaksaulov təəccübləndi. Bu gənc Çipolinlə o çox da yaxın tanış değildi. Buna baxmayaraq Çipolin onları ər-arvadı vağzalda görüb sevinclə qışqıraraq yaxınlaşdı. Saksaulovun xanımının əlini 2 dəfə öpdü və onlarla qarşılaşdığına məmnun olduğunu bildirdi. Salam, salam, Saksaulov cavab verdi. Necə gülməlidir. Vağzala gəldim və kimi görsəm yaxşıdır. Sizi. Kimə desəm inanmaz. Harasa gedirsiniz? Bəli, mən gedirəm, xanım isə yola salır. Yəqin xoş olan istirahətə yola düşürsünüz. Xeyr, nə xoş istirahət. Rezanda yaşayan bibim ağır xəstədir. Gedib görmək lazımdır. Çipolinin rəngi bəyaz oldu. Əllərini sinəsinə qoyub, nə danışırsınız? Xəstədir. Aman Allahım, niyə xəstələnib? Nə böyük bədbəxtçilikdir. Qoca qarıdır. Əlbəttə, nədən də xəstələnməsin. Ah, bu xəstəliklər. Eybi yox, mərd olun, bəlkə hər şey düzələcək. Çipolin hələ uzun müddət özünə gəlmədi. O başını tərpədir, başsağlığı verirmiş kimi dodaq altında nəsə mırıldanırdı və bütün görünüşü ilə Rezanda yaşayan Saksaulovun bibisinə görə həyəcan və kədər nümayiş etdirirdi. Bilet götürmüsünüz? İcazə verin sizə bilet alım. Niyə əziyyət çəkəsiniz ki? Bilet var. Perona gedək. Qatarın yola düşməsinə 7 dəqiqə qalıb. Yaraşıqlı qara gözlü Saksaulovun xanımı başını aşağı salıb fikirli halda ərinin arxasınca gedirdi. Çipolin onun yanınca addımlayıb dedi. Baxın, mən indi sizə necə çətin olduğunu anlayıram. Pyotr Sergeyeviç yola düşür. Necə də xoş olmayan bir işdir. Axı o 2-3 gündən sonra qayıdacaq. Orası elədir, əlbəttə, 3 gün. Boynunuza alın ki, 3 gün belə ayrılmaq çətindir. Hə, elədir, çətindir. Mən sizi anlayıram, Allaha and olsun. Amma məzəli əhvalat çıxdı. Qayıdan zaman vağzalda sizinlə qarşılaşdım. Sonra icazə verərsinizmi sizi evə qədər yola salım? Xeyr, xeyr. Niyə özünüzə əziyyət verirsiniz ki? Mən özüm. Necə yəni? Gecə vaxtı. Heç vaxt razı olmaram. Düzdür, Pyotr Sergeyeviç? Əlbəttə, əgər xanımımı evə yola salsanız, mən sizə çox minnətdar olardım. Əzizim, Monsieur Çipolinin vaxtından istifadə etmək yaxşı çıxmır. Çipolin əlini ürəyinin üstünə qoyub əzabkeşliklə dedi. Ah, Allah xətrinə, mənim haqda düşünməyin. Mən bunu etməyə borcluyam. Tanıdığım xanımı evə yola salmalıyam. İkinci zəng çalındı. Saksaulov xanımının əlini öpdü. Çipolinin əlini sıxdı. Lakin Çipolin onu qucaqlayıb öpdü. Ürəkdən, sidqi ürəkdən arzu edirəm ki, bibiniz tezliklə sağalsın. Ura! Sağ olun, sağ olun. Əlvida. Çipolin tərpənən qatarın dalınca qaçdı. Əlindəki yaylığı yellətdi. Pəncərəni açmamağı məsləhət gördü. Tezliklə geri dönməsini arzuladı. Qatar ondan çox uzaqlaşandan sonra Saksaulovun xanımının yanına qayıtdı. Üzündə melanxolik kədər vardı. Həmişəki kimi ayrılıq çox çətin oldu. Görüş isə sevinç gətirir. Düzdürmü? Mənim sizə məsləhətim budur. Düşünün ki, 3 gün əbədiyyət deyil. Onda bunu yüngül keçirəcəksiniz. Yaxşı, yaxşı. Başını tərpədən Saksaulovun xanımı dedi. Əlvida. Yox, yox. Mən sizi yola salmalıyam. Axı bu nəyə lazımdır? Mən fayton tutub özüm gedərəm. Olga Zaxarovna, axı yolumuz birdir. Bir də düşünün, əgər kimsə xanımı vağzalda qoyub getməmi duysa, mənə donuz kimi baxar. Bu sadə bir nəzakət qaydasıdır. Bilirəm, siz utandığınız üçün imtina edirsiniz. Heç də yox. Mən tək gedəcəyəm. Çünki telegram verməliyəm. Aman Allahım,
Burada telegraf da var. Mən sizi müşayiət edərəm. Siz telegramı yazarsınız, mən göndərərəm. And içirəm ki, yazdıqlarınıza baxmayacağam. Dodaqlarını sıxıb Saksaulovun xanımı Çipulinin arxasınca kontora getdi. Biraz durub yazdı. Moskva, Preçistinka, Gordonova Lidoçka üçün. Bizdə yağışlar yağır. Oля. Çipulin telegramı götürüb oxumadığını sübut etmək üçün qaçaraq aparıb verdi. Verdim. İndi isə sizin yatmaq vaxtınızdır. Mən sizi düz evə qədər apararam. Saksaulovun xanımı ona əzablı şəkildə baxıb, Çipulin, mən tək evə dönəcəm. Olga Zakharovna, narahat olmayın. Allah haqqı, utanmayın. Bilirsiniz, zəhlə tökən insan. Məni burada Volk Demlyanin gözləyir. Biz onunla evə yox, restorana gedəcəyik. Rahatladınızmı? Bu kifayət etdimi sizə? İvan Ernestiç? Çipulin sevindi. Aman Allahım, niyə öncədən bunu mənə demədiniz? Mən sizə onu tapıb gətirərəm. O hardadır? O məni baqaj şöbəsində gözləyir. Çox gülməlidir. Görəsən niyə sizinlə birlikdə Pyotr Sergeyeviçi yola salmadı? Ona görə ki, bu uyğun değildi. Aman Allahım, İvan Ernestiç elə gözəl insandı ki. Əlbəttə, qəzəblə Saksaulovun xanımı dedi. O mənim məşuqumdur. Bunu bilirdiniz? Ərim nəsə hiss etməyə başlamışdı. Bax, ona görə Ernest onu yola salmadı. Anladınız? Siz həşərat kimi dözülməzsiniz. Belədir. Çipulin sözü uzadaraq belə tələffüz etdi və üzünə yalançı təbəssümlə işıqlandırdı. Bu əladır. Əgər siz ərimə yaxud kiməsə bunu desəniz, Ernest sizi güllələyər. Mən? Nəsə demək? Dilimi dişimlə dişləyərəm, demərəm. Xeyr, Çipulinlər heç vaxt dedikodu danışmırlar. Mən sizin üçün hər şeyi təşkil edəcəm. Necə yəni hər şeyi? Saksaulovun xanımı həyəcanlandı. Hər şeyi, hər şeyi. Bəzi şeyi həqiqətən Çipulin təşkil etdi. Baqaj şöbəsinə qaçıb, onu görüb təəccüblənən Ernesti tapıb Saksaulovun xanımının yanına gətirdi. Sonra onları arabaya tərəf yola saldı, otuzdurdu. Ekipajın qanadına söykənərək təbəssümlə göyə baxıb, sevmək gözəl şeydir, elə deyilmi? Ürək üçün xoş məşğuliyyətdir, hə? Elədir? Cəsur olun. Tərpən! Ernest faytonçuya qışqırdı. Faytonçu cilovu dartdı və Çipulin az qala yıxılacaqdı. Belə ki, ekipajın qanadı onun əlindən sürüşüb getdi. Üzündə qorxmuş mimikasını çəkməyən Çipulin uzun müddət ekipajın arxasınca baxdı və öz-özlüyündə pıçıldadı. Oh, sən, möhtəşəm his. Sonra tez üzünün görünüşünə düşüncəli tərz verib evə yola düşdü. İkinci başlıq. Səhəri gün Saksaulovun xanımı səhər tezdən telegram aldı. Arxayın olun, hər şeyi təşkil edəcəm. Mənə ərinizin gəldiyi günü saatı telegramla göndərin. Ferdosi Çipulin. Buna Saksaulovun xanımı cavab yazdı. Nəyi təşkil etmək fikrindəsiniz? Heç nə etmək lazım deyil. Susun yetər. Başqa heç nə. Axşam Çipulindən ikinci telegram gəldi. Şübhələri aradan qaldırmaq lazımdır. Uğura əminəm. Mən gələcəyəm. Mərd olun. Saksaulovun xanımı telegramda yazdı ki, siz axmaqsınız. Amma telegraf bunu götürməkdən boyun qaçırdı.
Çünki təhqiramiz sözləri teleqramla vermək qadağandır. Üçüncü gün Saksaulov qayıtdı. Onun xanımı qatarın gəlişindən 5 dəqiqə öncə gəlib gözləyirdi. Çipulin qatar yaxınlaşan zaman peyda oldu. Saksaulovla salamlaşan Çipulin onun arxasından xanımına bir neçə işarə etdi. Hansı ki, Saksaulovun xanımını sakitləşdirməli idi. Yəni, hər şey yolundadır filan demək istərdi. Hə, nə yeniliklər baş verib buralarda? Saksaulov soruşdu. Allah xətrinə, əlini ürəyinə qoyan Çipulin dedi. Öncə bibiniz necədir, onu deyin. Yaxşıdır, təşəkkür edirəm, sağaldı. Aman Allahım, təsəvvür edirəm, necə siz şadsınız. Saksaulov Çipulinə diqqətlə baxıb çiyinlərini çəkdi. Sən mənsiz nə edirdin? Xanımından soruşdu. Çipulin narahat sifət alıb, jiletinin cibinə əlini saldı. Oradan hansısa biletləri çıxardı. Budur, biz Olga Zaxarovna ilə teatrda olmuşuq. Görürsünüz, hətta kuponları da kəsiblər. Çox gülməli tamaşa idi. Bura dünən getmişdik. Siz yola düşən gün isə mən Olga Zaxarovnanı evə yola saldım. Biraz oturub getdim. Belə ki, onun başı ağrıyırdı. O da yatdı. Hə, evə gedək. Tələsik Saksaulovun xanımı dedi. Çipulin, əlvida. Əri yük daşıyanlarla danışıb borcunu verirdi. Çipulin isə Saksaulovun xanımına gizli tərzdə göz vurdu. Evdə hər şeyi yoluna qoydum. Küçə süpürənə 10 rubl. 2 qulluqçunun hər birinə 5 rubl verdim. Qapıçıya da 5 rubl. Hamısı söz verdilər ki, susacaqlar. Çipulin, sizi görüm, itib batasız. Saksaulovun xanımı dedi. Nə? Nə dedin? Geri dönən ər soruşdu. Mən deyirəm ki, harda itib batmısan, gedək, mənim başım ağrıyır. Eləmi? Axşam da ağrıyırdı. Əri xanımından soruşdu. Bəli, bəli, Çipulin dedi. Dünən Olga Zaxarovna heç evdən çıxmayıb, xəstə idi. Buyurun, həkimdən arayış. Həqiqətən də yan cibindən bir arayış çıxardı. Saksaulovun gözləri geniş bərəldi. Arayış nəyə lazımdır? Heç nə anlamıram. Olga Zaxarovna xəstə idi. Burada çətin anlayacaq nə var ki? Deməli, heç yerə çıxmayıb, evdə oturub. Arayışı görürsünüz? İsmi, ayın tarixi yazılıb. Mən indi sizə araba tutaram. Hə, bilirsiniz, çox bir gülməli hadisə baş verib. Siz Ernest Vortimyanskini tanıyırsınız? Düşünürəm ki, tanıyıram. Ağız ucu gülən ər dedi. Dünən onun yanındaydım. Sən demə o, 3 gün imiş ki, xəstə yatırmış. Qızdırması varmış. Evdən çıxmır, yatırmış. Çox qəribədir. Saksaulov başını aşağı dikib sonra soruşdu. Bəlkə sizdə onun xəstəliyini təsdiq edən arayış var? Gülüşü qəribə idi. Yalvarıram sənə gedək, Saksaulovun xanımı qışqırdı. Mən heç də yaxşı deyiləm. İnanıram. Saksaulov başını tərpətdi. Sən heç də yaxşı deyilsən. Əlvida, Çipulin. Sağ olun. Bəyənməzəli əhvalat deyil. Ernest İvaniç 3 gündür evdə yatır. Ateşdən yanır və bihuş vəziyyətdə elə hey Alfonsiyanın adını çəkir. O kimdisə, elə onu çağırırmış. Çipulin əllərini belinə qoyub, özündən razı halda məharətli yalançı kimi gülümsədi.